Çək qardaşım buranı. Bax, şəxsi tikili. Məndən istəyirdilər şəxsi tikili, mən də tapdım. Özdə ki, harda? Maçdağa Buzovnu yolunda, Xəzər rayonu, Buzovna qəsəbəsi. Maçdağa Buzovnu yolundadır. Gəncə təndirinə az məsafədədir. Bir dənə qonaq otağının genişliyinə baxın. Özdə necədir? Bütün mebellərinə. Qardaşım, bir dənə bura gəl. Bir dənə bunun şeyini çək yine, koridorunu, dəhlizini. Bir dənə bunu da çək qardaşım. Bura. Belə fırlanım, bir dənə mən düşməyim. Belə fırlanım qardaşım. Bir dənə bunu çək görün, neçə dərəcədə evdə. 25 dərəcə hal-hazırda isti var evdə. Görürsünüz, dəhlizində şkafı zadı hamısı yığılıb, rahat hərəkət eləmək olur. Bir dənə sola dönün qardaşım. Mətbəx. Mətbəxdə bütün mebellər qalır. Paltar yanından tutmuş, soyuducusu, qaz peçi, nə bilim, hər bir şey vardır. Buna kimi qalır, bunu da çək. Buna kimi qalır. Gəl bura qardaşım. İstilik sistemi kombidir, şəxsi özü üçün tikilən evdir, kəməri, bünövrəsi də deməyə ehtiyac yoxdur, şəxsi özü üçün tikilən ev. Nə istəyirsiniz? 3 sotun içində, özdə ki, evimizin ümumi sahəsi, yəni Kupsada yazılan 110 kvadratdır əzizləyicilərimiz. Evimiz çöldən çölə çoxdur, tam yaşayış sahəsi 110 kvadratdır. Giririk bura, bu otaq. Valideyn yataq otağıdır, görürsünüz, bax, qardırobu da var orada. Bir dənə qardaşımız onu da belə çək, qardırob kimi düzəldiblər orada. Pəncərələrimiz də divara söykənməyib. Yəni, divardan aralıdır, tam işıqlıdır. Ətrafdakı, həqiqətən, bir dənə buna var, mənə çəkməklə. Görürsən, yaşıllıq. Aç pəncərəni, havalanır evimiz, özdəki yaşıllıqdır. Bir dənə sol tərəfdəki uşaq yataq otağını çəkək. Uşaq yatağı olmağına baxmayaraq, görürsünüz, genişdir. Bir dənə buranı da çəkək. Özü üçün tikilən ev axtarırsınız. Yığırsınız mənə ki, mənə şəxsi tikili, nə istəyirsiniz? Şəxsi tikili, biri 7-8 ilin evidir. Amma bu evdə istifadə olunan divar kağızlarının kimi hamısı keyfiyyətlidir. Bir dənə bunu da çək. Hamam otağı, vannasına kimi var. Görürsünüz genişliyini. Söhbət yoxdur da. Bu evə söhbət ola bilməz. Yəni gəlib deyə bilməz ki, bu evdə nə bilim, bu şey belədir, filan 5 məkan zat. Bir dənə yuxarını çək qardaşım. Kondisionerinə kimi var, hamısı da qalır. Bütün mebelinə keçək həyətinə. Çıxdıq həyətinə. Gülü, çiçeği, ağacı, yolka ağacı, qızıl gül ağacı. Həqiqətən bu həm bağ evi kimidir, həm də ki, belə deyək də, sırf yaşayış kimi. Yəni həyətində stol qoyub yaşaya bilərsiniz, əl damı, it damı, nə istəyirsiniz var burada. Bütün kommunallər daimidir, internetli kimi. Bu ev həqiqətən özü üçün tikilən evdir. Yəni ki, 3 sotun içində hər içində 2 dənə rahat maşın daxil olur. Bax, sağ tərəfindən, sol tərəfindən evimizin arxasında keçidi də var. Qiymətini də deyim də, sonra müştərilər deyir ki, izləyicilərimiz. Qiyməti demirsən, axırda deyirsən, ürəyimizi üzürsən. Bu dəfə də qaldı axıra. 135 min manat bütün mebelləri ilə, əziz izləyicilərimiz. Heç eləmirsiniz bu evdə. Gəldin bir dənə. Paltarvı yığdın çamadan var. Gəldin, girdin, aldın bu evi, girdin, yaşadın. Evin arxasındakı yeri gördünüz. Orada da ağaclarımız var. Orada da ağaclarımız var. Yəni ki, belə deyək də. Kös-yaşı ev tapmışam siz üçün. Evindəki həm torpağın, həm evin kupçası ilə. Paket kupçadır. 3 sot torpaq göstərilir. 3 sot torpaq sənətdə. 110 kvadratda evdir, əziz izləyicilərimiz. Da nə istəyirsiniz? Maçdağa Buzovnu yolunda, əsas yoldan 300 metr məsafədə avtobus yoluna. Həqiqətən bu evi almağı tələsin, Gəncə təndirinə yaxındır. Yəni burada Gəncə təndiri var, nə bilim, Rosol zapravkası var, yanacaq doldurma məntəqəsi. Bax, qabağında da burada göstərək oranı, eyvanı da var. Stol qoyub çayınızı, çörəyinizi də yeyə bilərsiniz. Salamlayıram sizi bir daha. Zəhmət olmasa bir dənə bəyənin videonu, kayd edin və səhifəmizə abunə olun. Sağ olun, minnətdarım.